Salam değerli dostlar, hər vaxtınız xeyir olsun. Mən bu məsələni istəmirdim, yəni istimaliləşdirəm, amma yəni məcbur qaldım, yəni istimaliləşdirdim. Arzu xanım. Mən sənə xanım deməzdiyim. Və bunun ən əsası, sən efirdə deyirsən, mənim sevgilim var, mənim nəyim var. Mən sevgilin 300 manat pul nədən verəmir? Hani Arzu? Borcu ver, değil mi? Niyə borcu vermişsən ki mənə? Anlamadım mən. Səni yığıram. Asasən bloka ki, sənin şeyin cavab verir. Nə də o prodüser, qız kimi oğlan var ya yanında. Ay nə, Arzu xanımın başıma belası mahnısı zaten məşhur idi. Ay TikTok'da onu mən məşhur edəcəm, mən Zamiq Quliyev. And olsun Allah, qanunla, qaydayla. Gəl qoyaq ortaya görə Arzu xanım. Sənin TikTok'da başıma belə mahnı məşhur idi. Yanancının Allah belasını versin, burnundan gəlsin ay Arzu. O pulla. Elə hamısı burnundan gəl. Haramın olsun Arzu. Sən şərəfsizsin Arzu. Sən çox nankör qadınsan. Sənin o saxlayan kişi var ha. Sevgilin, mevgilin var. 300 manat nə pullar da verim. 200 manat pul ödəmişsən, qala 300 manat ödədin ha. Dedim Arzu, milyon yana baxışı var videonun. Pulu ödədin ha. Qayıtına ver. Pulum yoxdur ay Zamiq. Qoy toylarım. Sən nəyə toyumur Arzu? Hər gün sən toydan Allah haqqı. 300 manat nə pul var? Ha? Ömür boyu ağlamışsınız Allah, siz müğənniler Allah'a. Ona göre mən müğənni taybatına etibarım yoxdur. Yoxdur Allah haqqı. Yoxdur. Səninki azı boş olsun, ləman olsun, yığ başıva, öz taylarında yığsan boşu klip çəkəcəksən. Ya tutdu klip, arabli. Çünkü halalıq, sən halal pul kazanmırsın Arzu. Haram kazanırsan, səsim var, bəli, razıyam. Ama haram olsun sən, mənim yaşlılığım. Milyon yarım vurur, 6-7 ay milyon yarım vurur sənin başıma belə mahsul TikTok'da. Ama sen onun hakkını vermedin. Püt senin Arzu, senin sütüve. Allah sen bela versin. Sen o sevgilin var, ne sen koyun kimi bilemem bir kişi. Onu da Allah belasını versin kişi. O da kişi o he. 300 manat pul ha. Utan ölün ye gel Allah'a kaz. Ölün ne ölün. Ayıp olsun sen. Benim hakkımı sen benim hakkımı verip sen o hakkı senden alacaksın ben o hakkı. Sen böyle ol. Vaslı var. Elə toyaq düz yerdə elə Sinzat Salın evində yıxdır. Hələ mənə mesaj gəlmişdi ki, bu adam həbs olmalı haqqı. Buna yazdım gecəni, ay dostlar. Dedim Arzu, sən həbs olmuşsan. O, yox o zaman nə həbs olmalı deyil. Nə oldu az onda mənə WhatsApp'da cavab yazdığını səs göndərdin. İndi verimsən yanında gəlsən o nə qız kimi oğlan var. Arzu xanımın məşğuldur nənə. Arzu xanım qələt edir, sən də onun anaqlı ilə. Məşğuldur, yox hə. Məşğuldur, kişinin oğlu.